Hörmətli cənab sədr, əziz mühəndislər, xanımlar və cənablar, hamınızı Avropada yaşayan Azərbaycanlı mühəndislərin ikinci forumda salamlayıram. Bildiyiniz kimi, Almaniya Azərbaycanlıları Alyansı dövlətimizin dəstəyi ilə son illərdə Avropada əsasən də Almaniyada yaşayan soydaşlarımızın mühəndislər forumu ətrafında birləşməsinə səbəb oldu. Hər il mütəmadi olaraq həkimlərin, alimlərin və mühəndislərin forumlarını keçirməkdə əsas məqsəd Avropada yaşayan mütəxəssislərimizi bir araya toplamaqdır. Toplantıda soydaşlarımız sahələrinə uyğun fikir mübadiləsi aparmaq, ən son ixtira və yeniliklər haqqında mühazirələr dinləməklə yanaşı, ixtisaslaşmış şəbəkənin parçası olma şansı əldə edir. Bir digər hədəfimiz Azərbaycanın ərazi bütövrü təmin olunduqdan sonra Şərqi Zəngəzur və Qarabağda dövlətimiz tərəfindən aparılan yenidən qurma layihələrinə dəstək üçün Qərbin yeni texnologiya və təcrübəsini vətənimizə transfer etməkdir. Avropada yaşayan Azərbaycanlı mühəndislərin birinci forumu ilə müqayisədə qatılan mütəxəssislərin və şirkətlərin sayının artması müsbət dinamikadır. Gələcək forumlarda nəzəri biliklər müstəvisindən şirkətlərin əyani təqdimatlarına üstünlük verməyi də prioritet istiqamət sayılır. Alimlər və mühəndislərin forumu vəhdətdə çalışması Azərbaycanın elmi texniki tərəqqisinə töhfə verəcəkdir. Əziz həmkarlar, mühəndislik sadəcə körpülər, binalar inşa etmək, proqram toplamaq və ya şirkətlər, sistemlər dizayn etmək deyil. Eyni zamanda mədəniyyətlər arası körpülər qurmaq, problemlərə qarşı müqavimətli sistemlər yaratmaqdır.